Niyə yatmaq bu qədər çətindir? Bugün bu haqqda danışacağıq. Melatonin və yuxunun əlaqəsi nədir? Əslində deyirlər ki, gecələr ev sakitləşir. Amma bizim beynimiz hələ də işə davam edir. Sanki bütün dünya yatıb, bircə beynimiz növbədə qalıb kimi hissiyatımız olur. Əslində problem beynin yatmaq istəməməsi deyil, yuxu siqnalının gecikməsidir. Melatonin bədənin gecə lampasıdır. Melatonin sadəcə yuxu hormonu deyil. Bu həmçinin beynə artıq sakitləş siqnalını verən bioloji bir markerdir. Bu saat gecikəndə yuxu da gecikməyə başlayır. Yadda saxlayırıq ki, mavi ekranlar melatonin ordusu hesab olunur. Yəni gec saatlarda hələ də əlimizdə telefon ekranları, kompüter, televizor varsa, bunlar göy işığın yayılmasına və melatonin ifrazının təxirə salınmasına səbəb olur. Beyin hələ də düşünür, gün hələ bitməyib. Sən yatmaq istəyirsən, amma beyin isə deyir ki, maarifləndim, biraz daha da gözləyək. Növbəti əsas problem stressdir. Stress varsa, hər hansı bir problemlə üzrə isə gecə aktiv olan gündüz siqnalı var deməkdir. Çünki stresslə mübarizə aparan kortizol aktivləşir və bu da yuxunun qarşısını alır. Nəticə nədir? Yatıb durmaq çətindir, yuxu səhtidir, tez-tez ayılırıq və səhərdə yorğun dururuq. Sağlam yuxu nə zaman başlayır? Gün işığı vasitəsilə ayılırıqsa, bu zaman gün başladı mesajını alırıq və kortizol hormonumuz pikə qalxmağa başlayır. Pikə qalxdıqca gün ərzində aktiv oluruq və işlərimizi normal görürük. Gün işığı zəif olanda isə melatonin axşamda gecikməyə doğru gedir. Yəni bəzən yatmaq istəsək də yata bilmiriksə, demək bioloji saatımızda bir problem yaşayırıq. Bilməmizdir ki, bədən saatla işləyir, istəklə yox. İstəməmizə baxmayaraq yuxu saatımızı heç nəyə baxmayaraq ləngitmirik və zamanında yataraq orqanizminizi istirahətə və yeni günə yeni enerjilə başlamasına təşviq edirik. Düşünün ki, şəhərin işıqları hələ sönməsə də, artıq saatlar bizim yatmamızın vacibliyini vurğulayır. Bədən də şəhər kimidir. Əvvəlcə işıqlar sönməlidir, sonra bədənə yuxu gələcəkdir. Ona görə də axşam ekranları minimuma endiririk, yatmazdan 2 saat əvvəldən telefondan uzaqlaşırıq, yemək miqdarımızı saxlayırıq və gün ərzində kofe qəbulunu 60-90 dəqiqə sonra qəbul edirik və orqanizmimizi dinləyərək onun normal ritmə girməsinə dəstək dururuq. Əgər sağlam, rahat yuxu istəyirsinizsə və yuxudan sonra da daha pozitiv, daha enerjili ayılmaq istəyirsinizsə, yuxu ritminizi qaydasına qoymağa çalışın. Sonda bu videonu bəyənin, gec yatan ətrafınıza və dostlarınıza göndərin və əlbəttə ki, hər zamanki kimi kanala abunə olmağı unutmayın. Sağ olun.